qanunu ilə, mədəni dünya adlandırdıqları dünyanı meşə qanunları ilə idarə elədilər, eləməkdədirlər. Görürsünüz də, nə şərhə ehtiyac var? Şərhə ehtiyac var. Kim nəyə gücü çatır, onu eləyir. Heç kəsə, heç bir qanuni icazə lazım deyil, heç nə. 5-10 dənə quldur dünyanı idarə eləmək istəyir. Və başqalarına ədalət tələbi qoyurlar, insan haqları tələbi qoyurlar. Mən utanıram, bəzi dövlətlər bizdən hansısa haqların qorunmasını tələb eləyəndə. Milyonlarla insanın haqqına göz yuman, haqqını tapdalayan dövlət gəlir başqalarına insan haqları tövsiyəsi eləyir. Yaxşı da bu inkişaf eləmiş dünyanın yaratdığı mənzərədir, gözümüzün qabağındadır. Mən burada siyasət dərsi demirəm, nə də ixtisasım deyil, nə də sahəm deyil. Mən tarix oxumuşam, bir də din oxumuşam. Bu barədə. Amma bəzi bu reallıqları vacib deyil ki, adam o sahə ilə məşğul olsun. Get-gedə də görmək çox asanlaşır. Otursun danışmağa, yəni gənclərə tövsiyə edirəm ki, başını qaldırıb baxsınlar dünyada baş verənlərə. Görsünlər ki, bu dırnaq arası müasir dünyanın mahiyyəti necə böyük bir vəhşilidir. Ona görə kimsə orada qınayanda mən